Bugün 31-ci sualın həllinə baxaq. İlk öncə gəlin şərti ilə tanış olaq. Şərtdə qeyd edilir ki, OX oxu boyunca sükunət vəziyyətindən hərəkətə başlayan cismin təcilinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu cismin 6 saniyə zaman müddətindəki yer dəyişməsini hesablayın. İlk öncə biz yazaq ki, bizə sükunət vəziyyətindəndir. Yəni onun başlanğıc sürəti 0-a bərabər olmuş olacaq. Daha sonra birincidə A1 təcilini şərtdə görünür ki, 4 metr bölünsün saniyə kvadratı verib. İkincinin təcilini -4 metr bölünsün saniyə kvadratı verib. Zaman birinci 3 saniyədir. İkinci isə 3 saniyədir. Niyə qeyd etdim? Buradan bura qədər 3 saniyə zaman müddətdir. İkinci hərəkətdə isə buradan bura qədər. Yəni bu hissədə zaman müddəti də 3 saniyə olmuş olacaq. Gəlin birinci surəti tapaq. Sükunət vəziyyətindən başlayan cisim mütləq necə hərəkət eləməlidir? Mütləq bərabər yeyinləşən hərəkət eləməlidir. O zaman biz yeyinləşən hərəkətində surətin düsturunu yazırıq. V bərabərdir V0 plus AT. Şərtdən qeyd olunduğu kimi V0 sıfıra gedir. Çünki sükunət vəziyyətindən başlayıb. O zaman V bərabərdir AT olacaq. A'nın qiyməti 4, T'nin qiyməti isə 3'dür. 3 4'üm 12 metr bölünsün saniyə olaraq qeyd olunur. İkinci halda ikincinin surəti yenə V0 plus AT'dir. Lakin burada biz bilməliyik ki, birinci hərəkətin son sürəti İkinci hərəkətin başlanğıc sürəti hesab olunur. Ona görə də V2 bərabərdir. Digərinin son sürəti 12. Çıxız üstə gəlinsin. Təcili mənfi verib -4. Vurulsun zamanı da 3 saniyə. Bu elədi 0. Deməli, cisim 3 saniyə ərzində yeyinləşən 3-6 saniyə zaman aralığında isə yavaşlayan hərəkət etmişdir. O zaman biz grafiki çəksək, yəni VT grafikini çəksək, VT. İlk öncə, yəni ilk 3 saniyə müddətində yeyinləşən hərəkət edib, bunu qeyd edir ki, o yeyinləşən hərəkət eləyəndə 12 metr böl saniyə sürətinə hərəkət eləyib. Digərində isə artıq gəlib sürət neçəyə bərabər olub? Təyin elədik ki, sürət 0'a bərabər olmuş oldu. Yəni 3 saniyə 12 metr, 6 saniyə zaman aralığında isə 0 sürəti almışdır. Biz bildik ki, S fiqurun sahəsi VT qrafikində biz S fiquru, yəni yer dəyişməni təyin etmiş oluruq. Yer dəyişmə S fiqurundan hesablanır. Yəni yazırıq A vurulsun B bölünsün 2. Niye A vurulsun B bölünsün 2 yazdım? Çünkü biz burada görürük ki, burada 3 bucaq var. 3 bucağın sayəsini nə edirik? A'nın qiyməti 12, B'nin qiyməti 6, bölürük 2'ye. Bunlar ixtisara gedir, qalır 6. Deməli, S fiqur, yəni yer dəyişməmiz 36 metrə bərabər olmuş olacaq. Doğru cavab E bəndi.